Cəsarəti özünüzə göstərdiniz. Bugün öz saçlarınızdır. Bəli. Öz saçlarınızdan gəlmişsiniz. Bugün öz saçlarımdır. Amma öz saçlarınız da çox gözəldir və orada bir söz işlətdiniz ki, niyə də olmasın, mən istəyirəm ki, dəyişikliyi olsun, bir başqa bir stildə. Yəni bunu böyüdüb, qabarıq şəkildə tamaşaçıya çatdırmaq doğru deyil. Bunu bilirsiniz, tək sosial şəbəkələrdə yazırlar. Bunu hansı paylaşımlar məsəl üçün edirəm. Deyirəm, vay, bu, yəni, keçəl dedilər, yorulmadılar. İndi keçdilər o daha qlobal xəstəliyə. Allah iraq eləsin. Hə, iraq olsun da. Yəni ki, indi insan arıqlayanda o demək deyil ki, mütləq elə xəstədir. Yəni rahatlanın da, ay bala, yəni pariki taxan bir insan mütləq gerək ki, nəsə bir xəstəliyi olsun. Mən sənət adamıyam da. İndi efirlərdə, məsəl üçün, illər boyu efirdəyəm. Mən də deyirəm, biraz dəyişikliyi olsun. Məsəl üçün, saçımın rəngini tutaq ki, dəyişmək istəyirəm. Saçımı yandırmaq istəmirəm. Ona görə parikdən tutaq ki, istifadə edirəm, taxıram. Bu o demək deyil ki, mənim nəsə bir... O günləri yenə də bir yaxınlarımızı zapravkada maşını salıb, avtozapravkada, orada da sual verirlər ki, bilmirsiniz, sonu xanım İraq olsun deyəsən, o ağır xəstəliklərdəndir, hə ki. Bəs o xəstəlik... Çəki atmağınıza görə də deyirlər bunu bəzən, arıqladığınız üçün. Yox, elə parik taxdığıma görə. Çünki niyə? Bu arıqlayıb da 42 kilo çəki atdım mən. Amma daha demirlər ki, mən sağlam şəkildə arıqlamışam, müalicə alıb arıqlamışam. Və özünüz istəyərək arıqlamışsınız. Bəli, yəni məndə şəkərə meyillilik, insulin dirəncim var idi, qaraciyər piylənməm var idi, xolesterin yüksəkliyim var idi, 107 kilo çəkim var idi. 107 kilodan 65 kiloya düşmüşəm. Maşallah olsun, halaldır sizə. Sağ olsun endokrinologumun icazə verirsiniz də adını buradan çəkəm. Müalicəsi. Mən də gedim onun yanına, mən də çox kökəlmişəm. Dəhşətli dərəcədə kökəlmişəm. Problem deyil, Rəvan bəy, aparım sizi müraciət eləyək. Mütləq. Burada da elə, düz bizdə, burada elə yaxındadır. Ona görə də yəni ki... Orxan deyir, Sona xanım kimi sənə də deyərlər ki, xəstəsin. Yox, əstəğfurullah. Ay Orxan. Amma əlavə də yəni parik da qoyulur, başlayırlar. Bu arıqlayıb və parik da qoyub, bunda şov eləməyin də elə bir şey. Bilirsiniz, mən cəhənnəm. Bax, bayaq gözəl vurğuladınız ki, o cəsarəti, bəli, mən bu sənətə gəlmişəmsə, deməli, mən psixoloji cəhətdən də 30 ildir mən artıq bu sənətdəyəm. Psixoloji cəhətdən də möhkəm olmalıyam, özüm də möhkəm ayaq üstə durmalıyam. Amma unudurlar ki, ay bala, hərənizin, indi subayları qoyuram bir kənara, amma ailəli insanlara müraciət, hərənizin evdə balalarınız var. Bəli. Bizim də evdə balalarımız var da. Yəni, mənə nəsə yaxanda, nəsə söz deyəndə, ən azından məni qoyduq bir kənara. Mənim bir evladımı düşünün ki, o da o stresi yaşayır axı. İstər-istəməz pis olur. Mən də ona görə dedim ki, qızım, narahat olma. Mən və verilişlərin birində özüm müraciət elədim. Dedim ki, yəni bu söhbəti artıq son qoyaq da bəsdirin. Nə əcəb ondan sonra parikdən istifadə etmirsiniz? Bezdiniz deyə, yoxsa gözünüzdən saldılar? Yox, niyə ki, ondan sonra növbəti verilişdə olmuşdum, elə parikdə idi. Amma çox gözəl yaraşırdı sizə. Yəni ürəyim istədiyim kimi, niyə ki, mən məsəl üçün neçə illəri özünüz də bilirsiniz ki, Mariya xanımı oynamışdım da ustalarımızla o İlkin Miskərliylə, Nicat Rəhimovla elə buradan salamlayıram da onları. Aleykum salam. Mariya xanımın obrazında orada da məndə parik var idi. Yaxşı, orada dedilər illər boyu keçəl. Ta dillənmədim, dedim yaxşı, keçələm, yaxşı. Həngə gətirdilər sizi, dilə gəldiniz. Amma artıq xəstəlik yəni lazım deyil. Yox, olmaz, əlbəttə ki. Yəni olmaz da. Bu qədər sənətdə... Adamı istəyən var, 5-i istəyirsə 15-i istəmir. Təbii ki. O istəməyənləri niyə sevindirək ki? Rəvan bəy, ondan da əlavə, siz gəlin açığı danışaq. Mən düzgün danışmağı xoşlayıram, ona görə də bəlkə çox vaxtı da elə o qalmaqal məndən deyir, uzaq qalmır da. Sənət adamları bəyəmələ tək mənəm o parikdən istifadə edirəm. Hal-hazırda bir 50% xanımlar demək olar ki, istifadə edir. Nə oldu belə hamının gözünə girdim? Hamının da olmasa çoxlarım. Üzr istəyirəm, sözünüzü kəsirəm. Yəni, bu sənət adamları daimi saçına, yəni öz səliqəsinə fikir verməlidir. Siması, saçı, bəli. Onlar da hər gün məcburdur ki, efirə çıxırlar, yəni saçları düzəndə olsun. O da saçdır da, yəni təbii maddədir, bu daimi yanır axı. Ona görə arada lazımdır ki, yəni o parikdən istifadə eləmək əslində lazımdır. Bu saçın bir dincəlməsi üçün fasilə olmalıdır. Və SMS-lərimiz var, bir təbrikimiz